Allah gördü Əmirəl-Möminin elə yana yana ağılıb. O xanım Zəhranın solan cəmalinə baxır, elə yana yana ağılıb. Dedi Zəhrayam, rəhmətən lil aləmindən bir əmanətdün mənə, ay Zəhram. Dedi Zəhrayam, ya Allah, rəhmətən lil aləmindən bir əmanətdün mənə. Gözlərim sənsiz dünyada qan ağlayır Fatiməm. Göz yaşım tək sağlayır axmaz bulaqlar Fatiməm. Kaş görəydir ki necəm ağlar uşaqlar Fatiməyə, ay Zəhra. Bir balalar var bayaq, bir Həsənə bayaq, bir Şeylə bayaq. Necə aladım, lay lay deyib ağlayırlar yar. Ya Allah. Hey anam yay səsnəyir, həm qızların, oğlanların, ay Zəhra. Allah elə əli sözlər dedi, eşitsin qəlbimi yandıracaq. Dedi Fatiməyə bir, dedi Fatimə biz 9 ildə min aləb bölmüşük. Zəhra hər dərdimi sənlə bölərdi, hər dərdimi sənə deyərdi. Ondan sonra Zəhra neynədi? Əmirəl-Möminin Zəhra dünyadan gidəndən sonra yazarlar. Dərdin Zəhranın qəbrinə deyərdi, bir quyuya deyərdi, Canayəli, Canayəli. Dedi Zəhraya biz 9 ildə min aləm bölmüşük. Sözüm budur ha, amma axırına gələndə ürəyin yanacaq, ürəyin alışacaq. Gör Zəhradan nə istəyir? İzzət o şabu viqari eşki bahəm bölmüşük. Biz ki bir yerdən neçə dərdi bölmüşük, qəm bölmüşük. Xanım Zəhraya dedi, səndən bir istəyim var. Ağa istəyin nədir? Elə ki o kəfəngiyim bizəl, qoy bəlgiyim ay Zəhra, ay Zəhra. Sadrasından doymayan, sadra şəbivə qurban olayım. Ay Zeynəbin ağlar qayıb, Zeynəbinlə doymayan. Hüseyin'in lay lay değil, Hüseyin'inden doymayan. Bunları dedi, gördü Zəhra dünyadan getdi. Allah 7 nəfərlə Əmirəl-Möminin çox oxuyublar qardaşlarımız, mənim sözüm başqadır. 7 nəfərlə xanım Zəhranın, Peyğəmbərin qızının cənazəsini evdən apardı. Bilirsən cənazənin qabağında yazırlar kimlər var. İller cənazənin qabağında Həsənlə Hüseyin ağlıya ağlıya gedirdi. Alalay lay diye gedirdi. Amma sözüm onda yox. Əmirəl-Möminin Zəhranı qəbrə qoydu. Mən bilmirəm o gecə balalarıyla necə qaldı. Səhər oldu, mənim rozam bu olsun. Birinin əzizi öləndə, dünyasını dəyişəndə 7 gün qapıları açıq qoyarlar. Elədir, elədir. Yasa gələn olsun. O qonum qonşu yığılar əzizi ölənin başına, biraz ürəyi sakit olar. Amma əlinin qapısı 3 gün açıq oldu, yasa gələn olmadı. Çalay əli, çalay əli. Allah Peygamber kızının yasına celali olmadı.
Yazırlar elinin ürəyi qəmdən dolu, bu qəb dolan ürəyi və qurban olub Əli. Bilirsən qapının ağzında kimlər durmuşdu? Deyir, Həsənlə Hüseynin əlləri qoynunda dayanmışdılar qapı ağzında. Bəlkə anamın yasına gələn oldu, Allahi xanım Zəhra yasına gələn olmadı. 3 gün keçdi, xanım Zəhranın yasına gələn olmadı. Əmir Əl-Mominin balalarını çağırdı, İmam Həsəni çağırdı. Day bala qapıları örtün, yasa gələn olmadı, Anozun yasına gələn olmadı. Gəlin özümüz Anoza laylay deyib ağlayağım. Xanım Zeynəbə bilirsən nə dedi? Dedi, kızım Anovun qardaşı yoxdur Zeynəb, Cəlalı və laylay dilən. Cəlalı var Rozə dilən. Zeynəbin dilindən 2 kəlmə deyim. Sola gültər, üzü qəbdər. Anam lay lay, anam lay lay. Cahanda yatay, madim səndən. Anam lay lay, anam lay lay. Bu qəmləri çəkən ağlar ayana, yetim dərdin bilən ağlar. Dedi, ana gəl gör Həsən ayaqlayar, Hüseyin ayaqlayar. Anam lay lay, anam lay lay. Bunları dedi. Əmir Əl-Mominin dedi, kızım day çox ağlama, çox lay lay demə. Ağa niyə? Biraz da saxla qardaşımın Kərbəlası, lay bəlanı Zeynəb. Ay qardaşının nizədəki başla lay lay deyən Zeynəbim lay lay, vəfalım lay lay. Ay qardaşının qabağına, İmam Həsənin qabağına teş qoyanım lay lay, Zeynəbim lay lay. Ay atasının xəncəl yarası bağlayarım lay